Allah deyir, ya Cəbrayıl, o filan kəsi sən də dostdur, onun məhəbbətin tök qəlbə. Ta Allah deyir, məhəbbət tökülsün qəlbə, tökülək də, day o Allahın əlindədir də. Qəlb, yahulu beynəl mər və qəlbi. Allah verir, qəlbi ilə insanın özü ilə qəlbinin arasında mənəm. Beyn. O beyndə hər nə var, beynəl qəlb və mər'i. Beynəl mər və qəlbi. Beyni, özün və qəlbin, o qəlbin də həm cismin, həm ruhun Allahın əlindədir. O, əgər cismlə ruhun irtibatı var, Allahdır irtibat verən. Beynəl mərə, beyni insan və qəlb insan. Allah dayanıbdır, Qur'an bürək. Yine Allah aləmi doldurubdur. Bu cür deməcə, məsələn, adam deyir ki, mənəm, bilim yox. O ruhu da qəlbə müttəsil, qəlbi cana müttəsil, cismə, bədənə müttəsil eləyən, vəsl eləyən, yapışdıran Allahdır. Allah olmasa, bu cür əlan ki, nə cür hökumət eləyir biz? Əlan hökuməti bu cürdə, bir baxışığımızda, danışığımızda, oturun. Hamısında mütləq Allah hökum eləyir. Allah hökum, şahlıq eləyir. Qulillahəmmə malikəl mürtətin mülkəməndə. Ta Allah deyir ki, Cəbrayıl falan kəsi işdə məhəbbəti dolu Cəbrailin qəlbinə. Cəbrail dedi, mən filan kəsi çox istəyəm. Bəs səslənək, ya əyyətühəl mələkə. Ay mələk, mələklərin ədədi deyilməyib, hezaran milyard, minlər milyarda mələk ədədi yoxdur. Aləm doludur, deyilir ki, hədisdə var ki, bir qədəm atmağa yeri yoxdur mələkənin huzurundan. Külli aləm. Hələ ki, ərş, fərş. Allah Qur'anda buyurur, vəl-müdəbbiratı əmrən. And olsun o mələkləri ki, aləmi idarə eləyirlər. Hər nə mənə mümkün o pelkimizi açıb yumam, hamısında mələkli açıb yumuyum, amma biz bilmiyoruz. Pelkdə açıb yumuyuk, amma mələkin əlini açıb yumuyuk. Bunların məratib var idi, sözlər vardı burada. Əhlinə, bir sürə əhlinə də bəzi mənalar deyilir və rivayatdan istifadə edir kəlamatı Peyğəmbərdən, əhl-i beytin, Peyğəmbərdən, Qur'andan. Elə ki, Cəbrail elam eləyim, mələkə, mən filan kəsi çox istəyəm, siz də çox istəyin. Məhəbbət-i mümin tökülüyü tamamı bütün mələkələrin qəlbinə. Bütün mələkə ədəssiz, tamam mələkələrin bir məhbub tapıylar özlərini elə bil. Məşhub tapıylar. Kim filan kəsin oğlu filan bazarda, filan yerdə. Hər şuğul oluyorsa, şuğul mühüm deyir ki, şuğluna xatırdır ki, adam abrusun, özün, əhli, əyalin, uşaqların, abrusun, sağlasın. Amma adam olmaq yox, adam olmaq. Hamımız burada iştirak var, hamımız gerək adam olaq. Biri deyək ki, mən istəyəm adam olan biri, adamı yox. Deyər, işim yoxdur, amma hamımız gerək adam olaq, vəzifəmiz budur. Hamımız gerək əhli ədəb olaq, hamımız gerək həya əhli olaq, din əhli olaq. Bütün aləm ola biri də görmək Allahın hökmündən çıxıydı, dəsturundan çıxıydı. Elə ki, o cürü mələkələrin qəlbinə deyil, mələkələr də bir yer əhlinə, hamısı tamam qəlbləri salır, elə bil göydən məhəbbət nazırlı yerə. Yerdə də cəmaatının qəlbi doluyor adamın məhəbbəti ilə. Bir nəfərin o. Bizə Əmirul Müminin barəsində ayə nazil oldu. İnnellezine amanu və amilus salihat seyec'allahumur rahmanu vudda. Əmirul Müminin paxıllıq, biri də həsud, həsədli insanlar. Hər gün Əlinin məqamını artıq idi, onlar azığı giriydi. Əli olması İslamı yox idi ki. Əli olmasaydı, Cəng-i Bədirdə İslam qutarmışdı, Cəng-i Uhudda İslam qutarmışdı. Allahın möcüzəli əlidir də Peyğəmbər əlində. Necə dəryanı açmasaydı Allah Musanın üzünə, Fir'un tamamı Bəni İslam axır necə öldürəcəkdi, hamısını yer yüzündən nəslini kəsəcəkdi. Elə o Nil dəryasının, çayının qırağında. Amma Allah Musa'ya deyək, söy vurası, amma Peyğəmbərin əsası yox idi, çağır idi, Əli, ya Əli, elə bil Musa'nın əsası gələydi, işi görəydi.